Yaxşı gəlir. Bax, təzə xalat verim, götürmədi. Özü ilə gətirdiyi xalatı giyindi, o da cipsiz. Cibləri yoxdur. Zəhimli adam oxşayır, qıracaq bizi. Gəldik. Mən elə gəlir ki, artıq boş-boş sözlərdən işe keçməyin vaxtı çatıb yoldaşlar. Bir dəfəlik bilin ki, geriyə yol yoxdur. İrəli çağırır bizi zaman. Köhnə rəhbərliyin zəifliyi yüzündən uzun illərdir kollektivdə hərc-mərcilik, özbaşınalıq hökm sürüb. Cibləri yoxdur. Deməli, alan deyil. Müalicə pulsuz olacaq. Uşaqlar acından qırılacaq. Kollega, qabaqlar da cipsiz xalat olur. Dədə babadan görməmişim ayol. Stəkananı döndərmişsiniz kolxoz bazarına. Apendsit kəsmək 100 manat, qlandanın biri 50 manat, xəstəyə yer düzəltmək 30 manat. 25 manat. Əli öz cibindən çıxar ot aşağı. Gözümün içinə yaxşı bax, hə? 50 manat. Yox, balam, çox təmiz adam oxşayır. Dünyada alsa da almaz. Rüsvaçılığa son qoyulmalıdır, belə gedə bilməz. Qutardı sizin dövranınız. Hippokrat andını ürəyinizdə yox, cibinizdə gəzdirirsiniz. Qənim olsun sizə o kişinin andı. Yabırçılığa son qoymaq lazımdır. Bundan sonra hər şey tərsinə olacaq. Hamı bir nəfər üçün... Bir nəfər də hamı üçün. Hə, sənə demədim əli cibindən çıxar. O təşəqi. Gözümün içinə də yaxşı bax. Hamı umumi qaydalara tabi olmalıdır. İstər həkim olsun, istər sanitar. Hoşu gəlməyən koy. Odur. Qoy. Halatı tərs geymişəm, siz də demirsiniz. Hey. Həkimin yeri harda olmalıdır? Xəstələrin yanında. Onda vaxt itirməyək, durun gedək apora. Cəmaatın gözü yoldadır. Hə dostlar, iş başına.